Casus proqramları istifadəçinin icazəsi olmadan telefon və ya kompüterdən məlumatları oğurlamaq üçün nəzərdə tutulub. Bu təhlükədən qorunmağın ən effektiv üsulu isə cihazları müxtəlif sınanmış antivirus proqramları ilə mütəmadi olaraq skayn etməkdir. Ekspertlər deyirlər ki, casuslar telefonlarda mobil oyunlar, maliyyə xidmətləri, birja platformaları və digər populyar proqramlar şəklində gizlənir. Sizə hər hansı bir linklər göndərə bilirlər. Bu daha sadəsidir və ya şəkil, video və ya səs formatında belə sizə hər hansı bir fayllar göndərə bilərlər cihazlarınıza və siz artıq o faylı yüklədikdən sonra o faylın içindəki virus proqramı sizin cihazınıza daxil olur və beləliklə də sizin cihazınıza aid olan bütün məlumatlar, şəxsi məlumatlar, kart məlumatları və s. sosial media hesablarınız və s. bütün məlumatlar artıq qarşı tərəfin əlinə keçə bilir. Kibercasusların qurbanı olmamaq üçün proqramları yalnız Google Play və App Store kimi rəsmi mağazalardan yükləmək lazımdır. Bu proqramlar yüklənərkən mütləq icazələrlə bağlı məsələlərə biz xüsusi diqqət etməliyik. Proqram yüklənərkən hansı icazələri bizdən istəyir? Ola bilər ki, yer məlumatları istəyir, ola bilər ki, kontakt məlumatlarını istəyir, ola bilər ki, qaleriyaya aid məlumatlar istəyir. Məntiqli olaraq fikirləşmək və düşünmək lazımdır ki, həqiqətən də bu aplikasiyalar yükləndiyi zaman bu məlumatlara ehtiyacı varmı və ya aplikasiyanın həmin məlumatlarla əlaqələri necə ola bilər? Digər məsələ isə aplikasiyalar yükləyərkən mütləq müqavilə qaydalarına baxmalıyıq. Bundan başqa istifadəçilər tanımadıqları ünvanlardan gələn elektron poçtlara diqqət yetirməlidirlər. Həmçinin mənbəyinə güvənmədiyiniz linklərə də daxil olmaq məsləhət görülmür. Nilufər Səlim, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər.